Diasporla iş üzrə Dövlət Komitəsi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə işğaldan azad olunan ərazilərdəki bərpa quruculuq işləri barədə məlumat verilib. Azərbaycanın müxtəlif istiqamətlərdə inkişaf perspektivləri müzakirə olunub. Dünən biz işğaldan azad olunan ərazilərə baş çəkdik. Mən dəhşətə gəldim. Çünki bizim Amerika Birləşmiş Ştatları mediası bunu təfərrüatlı şəkildə işıqlandırmayıb. Orada olub dağıntıları görmək məyus edicidir. Düşünürəm ki, Azərbaycan öz mövqeyini Avropaya çatdırmaq istiqamətində çox işlər görüb. Asiya və Amerikaya öz mövqeyini çatdırmaqda isə bu belə deyil. Bu mənada qitələr arası üç tərəfli əlaqələrin qurulması vacibdir. Dinləmələrdə Amerika Birləşmiş Ştatları, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Ukrayna və Yunanistandan gələn alim və media nümayəndələri iştirak ediblər. Düşünürəm ki, sülh barədə danışmaq üçün əcnəbiləri dəvət etmək çox mühümdür. Çünki biz bu münaqişəni Ermənistan və Azərbaycanın gördüyü kimi görmürük. Əcnəbilərin sizin versiyanızı eşitməsi böyük əhəmiyyət kəsb edir. Çünki jurnalistlər çox vaxt Azərbaycanla bağlı obyektiv mövqe nümayiş etdirmirlər. Ona görə bu tədbir sizin mövqeyinizi dinləyib, sonra dünyaya çatdırma baxımından vacibdir. Konfrans böyük əhəmiyyət kəsb edir. Dünən mənim ilk dəfə Ağdama getmək imkanım oldu. İlk dəfə idi ki, işğaldan azad olmuş ərazilərə gedirdim. Mən dağıntıların miqyasını gördüm. Mən məcburi köçkünlərin qayıtmağından əvvəl həll olunmalı problemləri gördüm. Bu problemlərin həlli üçün qurumlar yaradılıb. İşğaldan azad olunan ərazilərdə aparılan yenidən qurma işlərində xarici şirkətlərin iştirakının mühüm rol oynadığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Qonaqlar işğal dövründə Qarabağ və Şərqi Zəngəzurda ermənilərin törətdiyi dağıntılar, vandalizm aktları barədə də ətraflı məlumatlandırılıblar. Rüstəm Mikayılzadə, Emin Qəhrəmanzadə, Nuray Mustafa, ASTV Xəbər.